Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində dövlət qurumları əməkdaşları arasında keçirilən 2-ci Dünya Korporativ Oyunlarında uğurla çıxış edən təmsilçilərimiz vətənə qayıtdılar. İdmançılarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında Gənclər və İdman Nazirliyinin əməkdaşları, idmançıların ailə üzvləri və media nümayəndələri qarşıladılar. Biz gözlədiyimizdən də daha güclü komandalar oldu. Yəni biz düzü deyirdik, bəlkə də biraz hardasa şansımız biraz belə deyək də kimdənsə biraz artıq olar, amma gördük yox. Oyunların hər birində gördük ki, komandalar çox güclüydü. Həqiqətən də biz də komandamı, futbol sahamı təbrik edirəm. Bu əzmkar qələbə münasibəti ilə finalda Rusiyanın komandasını 1-0 hesabı ilə məğlub elədik. Demək olar ki, bütün oyunun gedişatında komanda belə deyək də ağır templi oyunlar oldu. Amma buna baxmayaraq mən futbol sahamdan razıyam. Sonda qalib gəldik, turnirin qalibi olduq. Bu yarışa çox güclü hazırlaşdıq. Alımızdan, yəni tərimizdən, yəni bu nailiyyəti əldə etmək üçün çox şeydən keçdik. Şükür Allaha axırı yaxşı oldu. Ölkəyə dünya oyunlarının qızıl medalını gətirdik. Təbii ki, çox istərdik ki, birinci yer olsun keçənki ilin davamı, amma hava şəraitinin çox isti olması, çimərlik voleybol, zal voleybolundan çox fərqlənir və 38, 39, 40 dərəcə istilikdə oynamışıq. Təbii ki, digərləri də bizim kimi. Düşünürəm ki, bu il ümumilikdə gedən komandaların hamısı nəticələrimiz də keçən ilkindən eyni olmaqla bu il də yaxşıdır. Qeyd edək ki, 2-ci Dünya Korporativ Oyunlarında komanda yarışlarında Ədliyyə Nazirliyinin minifutbol komandası qızıl, Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət basketbol kollektivi gümüş, Gənclər və İdman Nazirliyinin qadınlardan ibarət basketbol komandası bürünc, Fövqəladə Hallar Nazirliyinin kişilərdən ibarət çimərlik voleybolu üzrə kollektivi bürünc mükafata sahib çıxıb. Fərdi oyunlarda Sokarın təmsilçisi Svetlana Kayyumova stolüstü tenis üzrə bürünc medal əldə edib.